ABŞ-ın Qlobal Media Agentliyi USAGM-in Azad Avropa azadlıq radiolarının maliyyələşməsini dayandırmasını fərqli dəyərləndirənlər var. ABŞ prezidenti Donald Trump dövlət büdcəsindən maliyyələşən 7 təşkilatda, o cümlədən Azad Avropa azadlıq radiolarında ciddi ixtisarların aparılması ilə bağlı fərman imzalayıb. 7 təşkilatdan biri də ABŞ-ın Qlobal Media Agentliyidir. Bu fərmanın ardından da agentlik elan edib ki, Konqresin Azad Avropa azadlıq radiolarının maliyyələşdirilməsinə ayırdığı qrant dayandırılır. Media eksperti Mehman Əliyev ABŞ-dan maliyyələşən bu radiolar fəaliyyətini dayandıracağı halda Azərbaycan cəmiyyətinin obyektiv, balanslı informasiyadan məhrum qalacağını deyir. Amerika cəmiyyəti başqa cəmiyyətdir. Azərbaycan cəmiyyəti tamam başqa vəziyyətdir. Yəni biz postsovet sistemi vəziyyətində yaşayırıq. Hələ Sovetlər sistemi çərçivəsindən çıxmamışıq. Biz hələ beynəlxalq normalara, qaydalara uyğun hərəkət etmirik. Və bizə deyək ki, Amerikanın normaları, tətbiqi əlbəttə ki, tətbiq oluna bilməz. Politoloq Kamran Cəfərli də öz Facebook hesabında olaya münasibət bildirib. Yazır ki, ABŞ büdcəsindən maliyyələşən Amerikanın səsi 83 il, Azadlıq radiosu isə 75 il Kremlin və digər avtoritar mərkəzlərin propagandası ilə mübarizə aparıb. Politoloqa görə bu media orqanlarının Sovet sisteminin çöküşündə müstəsna rolları və xidmətləri olub. Kamran Cəfərliyə görə bu hadisə həm də dərin simvolik məna daşıyır. Dünyada Amerikanın səsi kəsilir. Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərlinin fikrincə isə maliyyənin kəsilməsində səbəbkar elə bu media qurumlarının özüdür. Müşfiq Ələsgərli Real TV-yə müsahibəsində deyib ki, sözü gedən media orqanları öz fəaliyyətləri ilə ABŞ-a dost qazandırmaq əvəzinə əksinə düşmən qazandırıblar. Trump hakimiyyəti də elan etdi ki, bu media qurumları nəinki ayrı-ayrı ölkələrdə ABŞ-ın ekspansiya siyasətini həyata keçiriblər. Əksinə özlərinin yaratma siyasəti ilə hətta ABŞ-a dost olan ölkələri də ABŞ-ın düşməninə çeviriblər. Avropada isə Azad Avropa azadlıq radiosunun bağlanmasını demokratiya adına itki sayan hakimiyyətlər də var. Azad Avropa azadlıq radiosunun Avropadakı baş ofisinə ev sahibliyi edən Çex Respublikasının Xarici İşlər naziri Jan Lipavski təklif edib ki, Avropa İttifaqı ölkələri bu medianın gələcəyini müzakirə etsin. Amerikalı bəzi senatorlar da sözü gedən media qurumlarına dəstək ifadə ediblər. Respublikaçı Don Bacon bildirib ki, Amerikanın səsi, Azad Avropa azadlıq radiosu Amerikanın hekayəsinin bütün dünyaya çatdırılmasında mühüm rol oynayır. Deyib ki, ABŞ azadlığın, azad bazarların və qanunun aliliyinin tərəfdarıdır. Amerika dəyərlərinin təbliğ olunmasını istəyir.